Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanidə İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, bildiyiniz kimi bir neçə gün bundan əvvəl deməli Şuşa şəhərində 4-cü Şuşa Qlobal Media Forumu keçirilmişdi və bu media forumunda ölkənin prezidenti cənab İlham Əliyev də iştirak etmişdi. Və İlham Əliyevlə birlikdə cənab prezidentin köməkçisi Hikmət Hacıyev də forumda iştirak etmişdi. Prezidentin köməkçisi Hikmət Hacıyevlə bir bloger arasında səmimi söhbət oldu. Bu bloger də deyəsən Zəngilandandır, mənə elə gəlir. Bir-iki dəfə rastıma çıxıbdı. Və öz həyətində əkib becərdikləri və satdığı, eyni zamanda bişirdiyi kətələri təbliğ eləyir və sosial şəbəkədə yayır. Çox bir təbii haldır və Hikmət Hacıyevlə bunların səmimi söhbəti məni valeh elədi. Ona görə valeh elədi ki, ölkənin prezidentinin köməkçisi vaxt tapır, bu blogerlərin səhifələrinə baxır və orada müsbət şeyləri o da görür. Və onu Şuşada qiymətləndirir. Bunun özü təbii haldır, bu gözəl bir şeydir. Və onlar arasında olan səmimi söhbətin bir hissəsi istəyirəm ki, sizlərin nəzərinə çatdırılsın və sizlər də qiymət verin. Deməli, prezidentin köməkçisi Hikmət Hacıyev bildirir ki, sadə insanlardan bəziləri sadə məsələləri şikayət edirlər və şikayət hər zaman olar. Çətinliklər hər yerdə var. Biz hamımız o çətinlikləri gəlin bir yerdə həll edək. Qarabağ məsələsini görürsünüz, həll olundu. Artıq bəlkə də çoxlarınız belə fikirləşmişdi ki, Qarabağın havasını bir daha görməyəcəyik. Amma onu cənab prezident göstərdi. O həsrəti, biz yaşadığımız o həsrəti bugün reallaşdırıbdır cənab prezident. Bunu çox doğru, düzgün, dəqiq vurğulayır və eyni zamanda bildirir ki, cənab prezident əlləri ilə bir-bir Dağlıq Qarabağın inkişafı üçün yollar çəkdirir, binalar tikdirir və s. və ilə axır belə. Bunu doğru deyir. Bunu doğru deyir. Ancaq bizim prezidentin köməkçisi Hikmət Hacıyevə belə bir məsələni onun yaddaşına, nəzərinə çatdırmaq istəyirəm ki, ay gözəl Hikmət Hacıyev, ölkədə bugün hər yerdə qanunsuzluq hökm sürür. Demək olar ki, sadə vətəndaşlar boğulur, iqtisadiyyatımız çökür. Səhiyyə bərbad gündür. Təhsil gözümüz görür hansı vəziyyətdədir. Yenə çox sağ olsun bizim nazirimiz az da olsa istəyir ki, təhsilin səviyyəsini qaldırsın. Cahillik artır. Bunların hamısı bizim gözümüzün qarşısında olur. Bir yerdə ki, iqtisadiyyatda monopoliya var, nədən söhbət eləyək? Necə gələk sizin yanınıza? Hansı formada gələk? Qəbulunuza necə düşək? Və bu cür belə məsələləri ancaq TikTok vasitəsilə bildirmək olur da. Problemləri bildirirlər də, cəmaət problemləri, problem içində boğulan insanlar. Bugün ola bilsin sizin cibinizin pulu var. Amma vətəndaşın əksər 90%-nin pulu yoxdur. Yerdə qalan 10-15-10%-də bu da yəqin ki, vəzifədə olanlardır. Onların pulu var. Amma adi vətəndaşın pulu yoxdur. Çox hörmətli Hikmət müəllim, Şuşaya siz dəvət elədiyiniz insanlara baxırsınız, blogerlərdir və s. və ilə axır. Aşpazlardır. Amma onlar görürsünüzmü, prezidenti tərifləyir. Bu o qədər də rezonans doğurmur. Nə qədər nə desələr. Amma ziyalı deyilən bir məfhumlar yoxdur artıq. Ölkədə yoxdur. Siz ziyalıları niyə dəvət eləmirsiniz? Siz qeyri-hökumət təşkilatları niyə dəvət eləmirsiniz Şuşaya? Nə vaxt dəvət eləyəcəksiniz? Öləndən sonra cəmaət demək olar ki, qeyri-hökumət təşkilatlarının bir 60-70%-i millət vəkilləri ona rəhbərlik eləyir, prezident administrasiyası rəhbərlik eləyir, digər qurumların deməli, vəzifəli şəxsləri rəhbərlik eləyir. Bu qeyri-hökumət təşkilatında normal 1-2-3 nəfər ziyalı tapa bilmədiniz oraya aparmağa. Niyə aparmırsınız? Bu günə qədər niyə mən də qeyri-hökumət təşkilatının rəhbəriyəm? Kimdən əksiyəm? O aşpazdan əksiyəm və yaxud da blogerlərdən əksiyəm? Aparardınız da. Niyə aparmaz? Bu ayrı seçkili ölkəni görürsünüz nə günə salır.
Ölkəni parçalamısınız. Ölkə parçalanıbdır. Bir hissəsi belə düşünür ki, onun prezidenti İlham Əliyevdir. Digər hissəsini ayırmışsınız ki, yox, sizin prezidentiniz İlham Əliyev deyil. Sən müxalifətsən, prezidentin İlham Əliyevdir. Bu ölkənin rəhbəri, bu ölkənin prezidenti İlham Əliyevsə, bunun müxalifətinin də, bunun dəlisinin də, bunun ağıllısının da hamısının prezidenti İlham Əliyev. Amma siz bölmüsünüz. Bir neçə bloger oraya çağırırsınız ki, gəlin prezident gələcək, ona şəkil çəkdirin. Amma əsas o bel sütunu qeyri-hökumət təşkilatının rəhbərləri qalıbdır. Qıraqda qalıbdır. Niyə? Hikmət müəllim. Sizə bir məsələni xatırlatmaq istəyirəm. Sumqayıtda birinci katib işləyirdi. Sizin əminiz idi Zülfü Hacıyev. Mən belə hesab edirəm, mənə deyilənə görə. Zülfü Hacıyevə bu günə qədər də Sumqayıt cəmaatı rəhmət oxuyur. Bu günə qədər də bir nəfər də olsun Zülfü Hacıyev haqqında mənfi fikir söyləyə bilməz. Niyə? Çünki onu ətrafı elə bir formada saxlayırdı ki, onun dediklərinə elə əməl eləyirdi ki, və bugünkü gündə Zülfü Hacıyevə hörmət var və hər bir insan Zülfü Hacıyevin adı gələndə istənilən formada ona rəhmət oxuyur. Bunu Zülfü Hacıyev özü qazanmayıb. Özünlə bərabər onun komandası ona qazandırıbdır. Özüylə bərabər. Amma bugünkü gün gəlin, bax siz prezidentin köməkçisiz. Prezidentin nüfuzuna xərər gətirən nə qədər işlər, nə qədər belə qeyri-obyektiv hərəkətlər olur. Amma bunların hamısı ilə olduğu kimi qalır. Çox hörmətli Hikmət Hacıyev. Bugün siz prezidentin ən yaxın adamısınız. Mətbuata siz nəzər salırsınız. Digər sahələrə siz nəzər salırsınız. Siz də idarə eləyən. Necə olur ki, ziyalı qalır çöldə, ziyalılara hörmət yoxdur. O ziyalılara hörmət var ki, onlar vəzifədə olublar, yiyiblər, dağıdıblar. Bugün qalstuklarını da qəşəng asırlar. Şəllənə prezidentin də heç saymırlar ki, ölkənin prezidenti kimdir. Bunları başa çəkirsiniz. Bəlkə belədir. Bu cürdürsə qoy biz də söyək. Qoy biz də təhqir eləyək. Bizə başa çəkmək lazımdır. Heç olmasa bizə insan kimi hörmət olunsun da. Çox hörmətli bizim Hikmət Hacıyev. Niyə axı belə olmalıdır? Niyə biz kənarda qalmalıyıq? Bilirsiniz nə yadıma düşür? Biz uşaq vaxtı o bağlara gedirdik, orada burada alma alırdı. Kimin yaxşı alması var idisə. Bunu dərəndə gəlirdilər, bizi oradan qışqırır, bağırır, bizi o həmin bağdan uzaqlaşdırırlar. Bugünkü gün o bizi bağdan uzaqlaşdıran insanların heç biri qalmayıb. Bugünkü gün o bağdan əsər əlamət qalmayıb. Bugünkü gün bizim uşaqlığımızdan əsər əlamət qalmayıb. Biz artıq geriyə dönüşümüz yoxdur. Biz uşaq ola bilmərik. Və bugünkü gün siz idarə edirsiniz. İlham Əliyev prezidentdir. Nədir? Mən bir də dala qaydası deyiləm ki, və ya da digərləri dala qaydası. Sən yaşa, sənin cibinin pulu olsun, ətrafın yaşasın, cibinin pulu olsun. Adi vətəndaş da gəlsin, dilənsin. Bugün Azərbaycan dilənçi vəziyyətindədir. Bugün Azərbaycanın iqtisadiyyatı çöküb. İqtisadiyyatda belə bir termin var. Monopoliya. Monopoliya olan yerdə iqtisadiyyat heç vaxt inkişaf eləməz. Azərbaycanda monopoliya 90% monopoliyanın üzərində qurulub Azərbaycan. 90%. 10% qalıbdır ki, bu 10%dəki bilirsiniz də təsadüfi haldır. Kiminsə ola bilər də hardasa bəlkə görünməyib, bəlkə bilinmir, bəlkə də xırda bizneslə məşğul olduğuna görə monopoliyadan uzaqdır. Bu nə deməkdir? Ölkə belə idarə olunmur. Siz deməli ayırmışsınız. Biri prezident aparatıdır, nazirlərdir, ondan polislərdir, prokurorudur, məsəl üçün məhkəmə sistemidir. Bunların prezidenti İlham Əliyevdir. Yerdə qalan o sadə vətəndaşların prezidenti başqa adamdır. Bugün Azərbaycan bu gündədir. Niyə bu gündədir? Nədir? Deməli, İlham Əliyevin ətrafı düzgün formalaşdıra bilmir. Zülfü Hacıyev də mən dedim. Zülfü Hacıyevə bu gün də rəhmət oxuyurlar. Zülfü Hacıyev Sumqayıtda bilirsiniz və adi vətəndaşları necə qəbul edirdi. Adi vətəndaşlar Zülfü Hacıyev maşınla görəndə qucaqlayıb öpür, maşınını belə qucaqlayırdı. Amma bugünkü gün görün İlham Əliyevinə günə sarmışsınız. Gör, Dağlıq Qarabağ 30 illik Dağlıq Qarabağ həsrətində olan
vətəndaşları öz yerinə, yuvasına qaytaran və 44 günlük müharibədə qələbə çalan bir insanı günə salmısınız siz. Anasına söydürürsünüz, atasına söyürlər, ölüsünə söyürlər, üzünə söyürlər, valideyninə söyürlər, həyat yoldaşına söyürlər, gəlinə söyürlər, qızına söyürlər. Bunu niyə? Niyə yaradıblar? Kim yaradıbdır? Bunu bax, bu məmurlar sizin ətrafınız. Niyə Dağlıq Qarabağda əgər Şuşada 4-cü Şuşa Qlobal Media Forumuna biz layiq görülmədik, biz insan deyilik, bizim qeyri-hökumət təşkilatına nə qədər siz çəpər çəkəcəksiniz? Hikmət müəllim, hər yerdə də deyirlər, Hikmət müəllimdir əsas burada. Niyə? Bu məsələni aydınlaşdırmaq lazımdır. Ondan sonra çıxırsınız, belə prezident haqqında o deyilən söhbətlərini görürsünüz, heç biri, hamısı yararsızdır. Nəyə görə? Çünki elə insanların dilindən siz prezidenti təriflədirsiniz ki, xalq həmin insanları nə tanımır və o xalq artıq o cahillikdən yavaş-yavaş qalxır. Siz təsəvvür edirsiniz, xalqın əksəriyyəti bugün xəstə vəziyyətindədir, nevroz vəziyyətindədir. Bunları bilirsiniz, Hikmət müəllim. Bugün elə etmək lazım idi ki, hamı bir nəfərdən prezidenti dəstəkləməli idi. Amma bölgü olmamalı idi. Bütün bölgülərin də başında onun ətrafı durur. O necə olur ki, birdən-birə siz varlanırsınız, sizin ailəniz işləyir, hansısa məmurun ailəsi heç vaxt işsiz qalmır. Amma yetim, yüsür, o xalqa demək olar ki, həmişə xidmət edən insanlar az, yalavac qalırlar. Bugün siz o hansı ki, sadə insanların hesabına orada oturmuşsunuz. Bu sadə insanlar prezidenti seçibdir. Heç bir məmur onu seçməyibdir. Və aldığı cavab da budur. Deyir o, ədaləti axtarmaqla deyil, ədalət özü gəlməsə, yuxarıdakılar ədalətli olmasa, ədaləti nə qədər axtarırsan, axtar tapa bilməzsən. Mən bir də bu cür işlərdə, mən Hikmət müəllim, mən inanıram ki, siz nəzərə alacaqsınız. Yoxsa bu cür ölkəni idarə etmək olmaz. Ölkə bu dəqiqə xaos vəziyyətindədir. Ölkəni idarə etmək üçün də ölkənin prezidentinin köməkçiləri və onun ətrafında olan insanlar gəlir özləri elə bir formada xalqla elə təmasda olmalıdır ki, ondan prezidentə ziyan gəlməsin. Amma bugün prezidenti görürsünüz, sayan yoxdur. O da nəyə görədir? Onun ətrafına görədir. Ətrafı normal olanda prezident özü də rahat olur.